Salam, sizi yeni bir videomdan salamlayıram. Bu günləri ot çərşənbəsidir. Ot çərşənbənizi təbrik eləyirəm. Neçə belə gözəl çərşənbələrə çıxarsınız. Hər zaman ocağınız yanar, qazanlarınız qaynayar olsun. Ruzili, bərəkətli olsun inşallah. Elə dedim ki, çərşənbədir. Uşaqlar döşəməli aş istəmişdilər. Dedim elə bişirirəm, çəkim. YouTube'umda da, kanalımda da bir vlog olar. Mən əvvəlcədən toyuğu qaynadıram. Çünki yəni mağazin toyuğudur. Ona görə də toyuğu qaynadıram qıraqda. Mən heç vaxt toyuğu, satın alma toyuğu qaynatmamış bişirmirəm. Elə qaynadıram, qoyuram qırağa, soyur, suyunu süzürəm, qırağa qoyuram, soyur. Duzunu, istiotunu, sarı kökünü vururam. Düzdür, bişəndə də duz vururam, amma yenə də az da olsa burada da gəzdirirəm. Marinat edib qoyuram qırağa. Ondan sonra başlayıram bişirməyə. Yağda o üz bu üz qızardacağım. Ondan sonra yəni aşın altına düzəcəm. Çünki baxıram, görürəm ki, çiğ də düzürlər. Amma nə qədər çiğ yəni deyirik ki, bişir aşın altında dəmlənir. Amma biraz içində bilirik ki, yəni mağazin toyuğu içi qanlı qala bilir, çiğ qala bilir. Ona görə də heç vaxtı mən elə etmirəm. Hər zaman bişirirəm, qırağa qoyuram. Sonra isə yağda qızardıram. Gördüğünüz kimi marinat ettim, koydum biraz dincəlsin. Ondan sonra başlayıram yağda qızardacağım, o yüz bu yüz. Tam da o qədər də qıpqırmızı qızartmıram. Ona görə ki, istər-istəməz aşın altında dəmə düşdükcə o qızarır. Yəni qızarmağa ehtiyac yoxdur. Burada o yüz bu yüz biraz qızardıram, qoyuram qazana. Aşım orada dəmlənənə kimi bunu da burada hazırlayıram. Yəni mən hər zaman belə edirəm. Bilmirəm, amma baxıram, görürəm ki, heç qızartmamış da edirlər. Düzdür, qıpqırmızı çıxır, amma içərisi o qədər də yaxşı olmur. Yəni düzdür, özüm heç vaxt etməmişəm elə, amma yəni qonaqlıqda, getdiyim yerlərdə baxırdım, yeyəndə görürdüm ki, içərisində o qırmızılıq qalır, qanlı hissəsi biraz qalır. Ona görə də mən heç vaxt belə etmirəm. Həm də ki, bilirik ki, mağazin toyuqları zərərlidir, amma çalışdığımız qədər uzaq olsaq da, amma yenə də məcburuq alırıq. Bizim evdə uşaqlar kənd çorpasını yemədiyi üçün məcburam bu yəni mağazin toyuğunu alam. Onu bəhbəhlə yeyirlər. Belə deyim, yəni heç kənd çorpasını o qədər də belə iştahla, bəhbəhlə yemirlər. Bəzən görürəm ki, bu döşəmə plovun üzərinə soğan da vururlar. Bizim uşaqlar soğan sevmədikləri üçün mən soğan vurmuram. Ətdən də qızlar ayrıca bir kənara qoymuşam. Yoldaşım döşəmə plov yemədiyi üçün ona ayrı süzmüşəm. O yağda, soğanda əti qızarılmış, bol yağda, soğanda sevir. Ona görə də gördüyünüz kimi soğan soyub, ona ət götürmüşəm qıraqda. Yəni yağda, soğanda qızardacağım onun payını, amma özümüzə döşəməli plov edəcəm. Çünki o deyir ki, döşəməli plovda yağlı soğanlı istəyirəm. Uşaqlar da elə sevmədiyi üçün ona görə də onu yəni payını qıraqda hazırlamışam. Yəni o ayrı bişirdim. Özümüzə də ayrı. Bilmirəm, sizlər necə edirsiniz döşəmə plovunu? Baxıram, YouTube'da da baxıram. Yəni belə kimlərdənsə də məsələn baxıram, öyrənirəmsə də hərə bir cürə fərqlidir. Mən də elə bu üsulla gördüm, bu üsulu xoşuma gəldi, rahat oldu mənim üçün. Həm də uşaqlar sevdi. Ona görə də elə hər zaman da elə bu formada yəni bişirirəm. Çünki rahat olur mənə. Həm uşaqlar da rahatlıqla yeyir. Bizim uşaqlar adi hər yeməkdə soğan nə qədər xırda-xırda doğrasam da, blenderdən keçirsəm də soğan, yəni indi blenderdən keçirəndə yox, amma xırda-xırda doğrayanda belə də onda o soğanı seçirlər. Ona görə də elə ən yaxşısı mənim üçün bu üsuldur. Elə bu üsulla da bişirirəm.
Bildiyiniz kimi indən belə çərşənbələr başladı. Düzdür, keçən çərşənbədə bişirmişdim. Bu çərşənbədə yəni inşallah qabaqda indən belə 2 çərşənbəmiz var. Onda da bişirərik. Bir də bayramda bilmirəm, aş sevənləriniz varmı aranızda? Mən çox sevirəm. Elə də uşaqlar. Düzdür, bəzən keçənlə həm oruçdu, yenə bu ilki kimi həm oruçluğa düşmüşdü, həm Noruza düşmüşdü. Daimi tez-tez bişirdim. Biraz uşaqlar onda istəmədilər, amma indi bu illəri hələ ki istəyirlər. Yəni hələ ki bezməyiblər. İndi irəliləyən vaxtlarda bilmirəm, bəlkə də bezərlər, amma bizim evdə aş çox sevilir. Elə yoldaşım da sevir. Elə özümüzdə yəni tez-tez də bişirirəm. Heç bayramda belə olmasın. Bayram nə oruçluq, nə belə çərşənbələr olmasın belə. Mən hər zaman aşı tez-tez bişirirəm. Uşaqlar onu sevir. Ona görə də tez-tez edirəm. Düzdür, bizim uşaqlar yenə deyirəm, mağazin toyuğu olarsa da yeyərlər ətlə. Yox, kənd çorbasından edirəmsə də eləcə aşı yeyirlər. Yəni onlar kənd çorbası yemədikləri üçün məcburam ki, hər zaman da elə mağazin toyuğundan edəm. Yenə deyirəm, yoldaşıma çox vaxtı kənd çorbasından edirəm. Özüm də sevirəm kənd çorbasından. Kənd çorbasından bir başqa dadı olur. Yağda, soğanda, qızardanda aşa bir başqa dad verir. Amma yemədikləri üçün məcburam mən də etməyəm. Aşqaralı aşı da sevirəm. Belə döşəməli aşı da. Bəzən belə edəndə, yəni qıraqda aşqara da edirəm. Amma dediyim kimi bu dəfə aşqara etməmişəm. Aşqarasız edəcəm. Sadəcə ət, yəni döşəmə ət, bir də ki ploy ilə aşqara etməyəcəm. İnşallah bayramlarda, yəni bayramda edərəm, ya axırıncı çərşənbədə də edərəm. Bir də bayramda aşla, aşqara ilə. Mən aşqaranı da şabalıtlı sevirəm. Şabalıdı aşda bol olanda daha çox sevirəm. Nəinki o birisi, yəni istər ərik qurusu olsun, istər gavalısı olsun, şabalıdı daha çox sevirəm. Bilmirəm, nəsə elə bil ki, şabalıq daha, yəni aşqarıya daha gözəl dad verir. Daha fərqli olur. Ona görə də elə şabalıtlı aş sevirəm. Bayrama da inşallah şabalıtlı edərəm. Düzdür, uşaqlar yenə dediyim kimi aşqaranı sevmir, amma özümüz üçün həm də ki bayramdır, süfrədə aşqara, yəni mənə elə gəlir ki, mütləq olmalıdır. Ona görə də edəcəm aşqara. Bizim uşaqlar ümumiyyətcə aşda kişmişi də sevmirlər. Ona görə də hər zaman mən maşla edirəm. Maşla çox gözəl olur. Özüm də kişmişi sevmirəm. Ona görə də hər zaman da maşla edirəm. Düzdür, aşqarada edirəm, ya bayramda əlavə bir qabda, yəni kişmişi qovururam, qoyuram. İndi elə adam var ki, məsələn kişmişlə xoşlayır, maşla sevmir. Bəzən elə olur ki, bayramda, yəni əgər qonağım gələrsə də 1-2 hissəyə bölürəm. Uşaqların payını maşla edirəm. Amma qonaq gələndə qonağın payını kişmişlə edirəm. Bilmirəm, bəzən elə olur ki, yəni maşı sevməyən insanlar olur. Ona görə də hər ehtimala qarşı uşaqların payını ayırıram, maşını edirəm. Amma qonaq gələndə qonağın payını belə deyim, süfrə üçün verəndə kişmişlə edirəm. Mən belə edirəm. Sizlər necə edirsiniz qızlar? Mənim üçün maraqlı olar. Düzdür, YouTube'da da araşdırıram. Cürbəcürə aşlar var, şah ploy var. Yəni bildiyimiz kimi döşəmə ploy, sadə ploy. Yəni müxtəlif ploylarımız var da. Yəni milli mətbəximizdə bir neçə cürə yəni ploylar var. Mən belə deyim, düzdür, şah ploy da sevirəm. Bir dəfə inşallah sizlərlə şah ploy da edərəm. Amma baxıram ki, yəni turşulu, qaralı aşlar da edənlər var. Boranı ilə edənlər də var. Amma bir dəfə hardasa yemişəm, yəni qonaq getdiyim yerdə boranı aşı yemişəm. Yəni sevməmişəm. Ümumiyyətcə boranını sevmədiyim üçün, yəni boranı da aşı heç cürə təsəvvür edə bilmirəm. Bir dəfə düzdür getdiyim qonaq məclisdə, yəni məcbur da olsa bir qaşıq aldım, amma heç sevmirəm. Çünki boranın dadı orada gəlirsə də heç vaxt o
yeməyi sevmirəm, xoşlamıram. Düzdür, məcbur etdilər ki, bir bax, dadına bax, bəlkə xoşlayarsan, fərqli olar. Amma yenə dediyim kimi, süfrəyə hörmət üçün aldım, amma sevmədim, belə deyim. Ona görə də hər zaman belə sadə sevirəm. Ya döşəməli, ya sadə. Şah ployunu da qızlar bildiyimiz kimi qarasını içərisinə tökdüyümüz üçün, onu da yenə dediyim kimi uşaqlar o qaralı sevmədiyi üçün məcburam çox vaxtı, yəni şah ploy etməyəm. Onlar çünki ortasında qara olduğu üçün, ətli qaralı olduğu üçün onlar sevmirlər. Belə mənim aşım yəni qaynadı. İndi isə qazana qoydum ətlərimi. Üzərindən isə aşımı tökəcəm. Yenə də üzərindən lay yağını da qoyacağam. Amma aşqara, yəni belə deyim, aşını töküb üzərindən sarı kökünü, bir də ki maşını tökəcəm. Yəni ara sıra maşını da tökürəm. Yəni bir də üzərindən vururam. Həm sarı kökünü, həm də ki belə deyim, sarı kökünü. Çox da gözəl olur. Yəni bilmirəm, yenə deyirəm, hərənin özünün ağız dadına uyğun zövqlər müxtəlifdir. Hərənin özünün ağız dadı var. Biz bunu sevirik. Buna görə də elə bunu hazırladım. Yəni dedim ki, bir kanalımda da bir videom olar, bir vlog çəkmiş olaram. Həm də elə buradan da sizin çərşənbənizi təbrik etmiş olaram. Mənim kanalıma abunə olanların və yaxud da fərqi yoxdur, mənim videom kimisə qarşısına çıxıbsa da hər birinizin çərşənbənizi təbrik edirəm. Neçə belə gözəl çərşənbələr qeyd edəsiniz inşallah. Hər zaman belə qazanınız qaynar, ruzili, bərəkətli olsun inşallah. Xoş günlərlə qeyd edəsiniz. Hər çərşənbələrinizi də, bayramınızı da, bu arada bildiyimiz kimi oruçluq ayıdır, gözəl bir aylardan biridir. 11 ayın sultanı, yəni Ramazandır. Yəni belə deyim, hər birinizə güc, qüvvət arzulayıram oruç tutanlarınıza ki, orucunuzu sidq ürəklə tutasınız. Allahın sevimli bəndələrindən olasınız inşallah. Yəni Allah şeytan hiləsindən sizləri uzaq etsin. Allahın sevimli bəndələrindən olasınız inşallah. Belə deyərəm. Bildiyimiz kimi həm oruçluq, həm Novruz, çərşənbələr eyni vaxtda düşür. Hər iki gözəl bayram eyni vaxtda düşür. Mən ən çox, yeni ildən də çox Novruzu çox sevirəm. Ona görə də hər iki bayram, həm Ramazanı sevdiyim üçün, həm də ki Novruzu sevdiyim üçün sevinirəm. Hər iki bayramda eyni vaxtda düşdüyü üçün çox da şad oldum ki, eyni vaxtda düşür. Belə aşımı da qoydum dəmə qızlar, yağını da yəni üzərinə yenə düzdüm, sarı kökünü də tökdüm. Bunu qoyacağam dəmə. Yoldaşımın da qıraqda dediyim kimi onun öz payını da ayrıca hazırlayacağım. Çünki o aşı sadə sevir. Yəni belə döşəməli yox. Heç aşqaralı da sevmir, amma onunki odur ki, yağı soğanı bol olsun. Belə üzəri, yəni aş quru olmasın, bir də yağı soğançası bol olsun. Adi xəngəldə belə yağını soğançasını çox sevir. Deyir ki, elə ona yəni dad verən elə xəngəl olsun, aş olsun, hər ikisinə də dad verən elə yağ soğandır. Düzdür, mən də sevirəm, amma yəni o aşırı qədərində çox sevir, amma mən o qədər də yəni yağ soğanı sevmirəm. Yəni normal halda yəni yağı soğanı yəni aşda sevərəm, amma çox aşırı dərəcəsində yox. O mən üçün yəni o qədər də yağlı aş sevmirəm, amma o deyir ki, aş yağlı olsun, soğançalı olsun, elə də xəngəli, bilmirəm, nəsə ona o xoş gəlir, bizə də belə. Ona görə də 2 qazan astım.
Onun yeməyini ayrı bişirəcəm, özümüzünkünü də ayrı. Sizlər necə? Sizlərin də evinizdə belə problem yaşayırsınızmı? Yəni düz elə bir problem deyil. Yəni belə elə də bir çətinlik, necə deyim, elə bir əziyyətli iş də deyil. Sadəcə vaxt aparan bir şeydir da. Biri var ki, bir qazana yemək asasan, bir də var 2 yerə böləsən. Düzü biraz vaxt aparır. Amma əziyyət olsa da belə, amma sevə-sevə hazırlayıram. Hər kəsə nuş olsun. Hər kəs nə bişiribsə də hər zaman süfrəsi bol olsun, qazanları qaynayar olsun, ruzili bərəkətli olsun. Halal ruzisini Allah hər kəsə yetirsin. Allah hər birimizə o halal ruzi ilə yəni qazan açmağı hər birimizə yetirsin inşallah. Gördüyünüz kimi onun da aşını ayrı qazanda dəmə qoyum. Hazırlansın. Yağ soğanda da ətini hazırlayacağım. O yəni işim bitmiş olar. Onun da aşını belə yəni süzüb qırağa qoymuşdum. Yağını da tökmüşəm. Yenə arasına da yağ tökəcəm. Bunu da maşta edəcəm. Amma sadəcə yəni dediyim kimi əti buna qatmayacağım. Əti qıraqda ayrıca yağda soğanda qızartmışam. Bir də sizdən yenə deyirəm, hər videomda deyirəm, amma bilmirəm, baş ağrısı olar. Yenə deyirəm ki, mənim üçün hər birinizin fikirləri maraqlı olar ki, sizlər mən hər hansı bir yəni video çəkmişəmsə də hardasa bəlkə də hansısa bir yemək, fərqli yemək var, hansısa bir olsun, təmizlik vasitələri olsun, hər nə varsa da ümumiyyətcə mənim üçün maraqlı olar ki, yorumlarda mənim üçün bir fikir olaraq yəni yazardınız ki, harda məsələn bu yemək daha yaxşı olar və yaxud da bu təmizlik vasitələri və yaxud da falan yerdə mağazalar daha sərfəlidir, daha uyğunludur. Mənim üçün maraqlı olar. Baxıram, mənim özüm də videolara baxıram, görürəm ki, hə kimsə yeməkmi və yaxud da təmizlik vasitələrimi orada fikrimi bildirirəm ki, hə məsələn bu yuyucu daha da yaxşı ola bilər, falan yerdə mağazada daha da ucuz ola bilər. Yəni fikrimi bildirirəm. Mənim üçün də maraqlı olar və fikriniz də mənim üçün açıqdır ki, yəni o fikirləri hər birinizdən gözləyirəm ki, yorumlarda yazasınız. Bəzən baxıram ki, elə video çəkənlər var ki, bir fikir bildirəni həmən dəqiqə blokluyurlar. Amma mən sevərəm ki, mənim yəni videomun altına bir yorum yazılar. Maraqlı olar ki, mən də onu araşdıraram, bilərəm, öyrənərəm, bilmədiyimi öyrənərəm. Mənim üçün bilməyib, yəni nəyisə öyrənmək eyib deyil. Mən elə fikirləşirəm. Yenə deyirəm, bir də onu deyirəm ki, kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm, əziz izləyicilərim. Baxıram ki, indi abunə sayım da artıb. Çox sağ olun, sizlərin sayəsində mənim o abunə sayım artır. O abunəliyimi, yəni istəyirəm ki, belə fikrim var. Aprel ayına kimi sizlərin sayəsində abunəliyimi tamamlayım. İnşallah saatımı da ondan sonra yavaş-yavaş saatımı da tamamlayaram. Hər birinizdən o dəstəyi gözləyirəm. Hər birinizin yəni o dəstəyinə mənim ehtiyacım var. Çünki sizlərin sayəsində mən yəni irəliləyə bilirəm. O həvəs mənə gəlir. O həvəslə çəkirəm videomu. Hər birinizdən də o dəstəyi gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Görürəm ki, baxış sayı var, amma ki, like azdır. O like-ı da etsəniz sevinərəm ki, yəni mənə baxıb bəyənirsiniz. Hər birinizdən də o like-ı gözləyirəm, əziz izləyicilərim. Mənim plovum dəmləndi. İndi isə plovumu servis edim. Axşam süfrəmizi açaq, yəni süfrə başında oturaq, biz də axşam çərşənbəmizi qeyd edək. Hər birinizin yenə deyirəm, süfrələriniz bol, ruzili, bərəkətli olsun, süfrələriniz hər zaman açıq olsun, əziz izləyicilərim. Tək bu çərşənbələrdə yox,
Tək bayramlarda yox, hər zaman süfrələriniz bol olsun, açıq olsun, qazanlarınız qaynayar olsun, ruzili bərəkətli olsun. Uca Allahım hər zaman ruzili bərəkətli eləsin. Qazanıb gətirənlərimizin də Allah canını sağ etsin ki, Allah verdiyi ruzunu, açdığı yolu sağlam canla qazanıb gətirənlərimiz gətirsin. Allah canlarına sağlıq versin ki, onlar qazanıb gətirirlər. Biz də evdə xanımlarımız, yəni sevə-sevə bişiririk, süfrələrimizi açırıq. İstədiyimizi bişirib uşaqlarımızın yəni qabağına çıxarda bilirik. Allah heç vaxt bizi uşaqlarımızın qabağında yeməklə sınağa çəkməsin. Mən hər zaman onu deyirəm ki, Allah heç vaxt ümumiyyətcə balalarımızla sınağa çəkməsin və yeməklə də balalarımızın qabağında yeməklə sınağa çəkməsin. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər əziz izləyicilərim, kanalıma yenə deyirəm, abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm, gözəl izləyicilərim. Göz haqqınızı halal edin. Sağ olun, növbəti videolarımda görüşənə qədər.